Hər vaxtınız xeyir olsun. Mən Cəyən Həsənov. Növbəti sınavımızın izahını çəkməyə çalışacağam. Elə isə vaxt itirməyək, dərhal keçək suallara. 19-cu əsrin 2-ci rübündə yaradılmış Qondarma Erməni vilayətinə daxil olan əraziləri müəyyənləşdirək. Əvvəlcə müəyyənləşdirək 19-cu əsrin 2-ci rübü hansı illəri əhatə eləyir? 1826, 1850. Biz bilirik ki, Erməni vilayəti Naxçıvan və İrəvan belə deyim, xanlıqları ləğv olduqdan sonra yaranıb. 4 Naxçıvandır, 5 isə İrəvandır. Cavabımız 4-5'dir. Təbii ki, 2 Şəki xanlığı, 1 Qarabağ xanlığı, 3 Qarabağ xanlığı, 1 isə sultanlıqlarımızdır. 1 və 1-dən yuxarıda olan ərazilərimiz. Cavab D variantıdır. 2. Eneolit dövründən fərqli olaraq Tunc dövründə istehsal təsərrüfatı mövzudu idi. İstehsal təsərrüfatı ilk olaraq mezolit dövründə yaranıb, sonradan neolit dövründə tam inkişaf edib və neolit dövründə olan bir şey eneolit və Tunc dövründə də davam etməkdə olacaq. Taxılın biçilməsində oraqdan istifadə edilirdi. Neolit dövründən başlayaraq bu günümüzdə də elə yerlər var ki, orada oraqla biçirlər. Bu fərq deyil. Metaldan bəzək əşyaları düzəldilirdi. İlk metal eneolitdirsə, deməli eneolit dövründə bu var və Tunc dövründə davam etməkdədir. Evlər çiy kərpicdən inşa olunurdu. Bu eneolit dövründən başlayıb, eneolit dövründən varsa Tunc dövründə davam edəcək. Deməli A, B, C, D oxşar cəhətlərdir. Burada cavab Y-dir. Əkinçinin maliyyə ayrılması Tunc dövrüdür. Y. Davam edeyim. Osmanlı hökmdarı 2-ci Bəyazın hakimiyyət dövrü üçün səciyyəlidir. 2-ci Bəyazın hakimiyyət illəri 1481-1512-ci illərdir. Səfəvərlə dostluq əlaqələrinin mövzu olması, bəli. Şah İsmayıl'la dostluq əlaqələrində idi. Əmir Teymurla döyüşdə məğlub olması o 1-ci Bəyaziddir. 1402-də. Misir Məmlük Sultanına son qoyulması 1517-ci ildir. Bəyazidin oğlu Səlimdir. İspaniyadan qovulan Yahudilərə sığınacaq verdi, bəli. Rekonkist hərəkatı nəticəsində. Venesiyalar üzərində qələbə qazandı, bəli. 1-4-5 cavabımız A variantı olacaq. 4. Rusiya tarixində imperiya dövrünə aiddir. Rusiya imperiyası 1721-də Baltik dənizinə çıxmaqla yaranıb, 1917-ci il fevral inqilabına qədər mövcud olub. Şimal müharibəsinin başlanması bu 1700-dür. Yuxarıdakı şərt ödənmir. Təkimçinin rəsmiləşdirilməsi 1649 Məclis qanunnaməsi şərt ödənmir. Sibir xanlığının varlığına son qoyulması bu 16-cı əsrin sonudur. Köhnə kitablar bunu 1598 verərdilər. Bu da düşmür. Qərbi Avropaya böyük elçilik 1-ci Pyotr tərəfindən 97-98-ci illərdə göndərilib. Osmanlıya qarşı yeni ittifaq yaratmaq. Niyə yeni ittifaq? Çünki Osmanlı həmin dövrdə müqəddəs birliklə mübarizə aparırdı. Rusiya da həmin müqəddəs birliyin tərkibində idi. Amma zaman keçdikcə Rusiya anlayırdı ki, müqəddəs birlik tez bir zamanda Osmanlıya sülhə gedəcək. Ona görə Rusiya Osmanlıya qarşı yeni birlik yaratmaq və eləcə də Avropadakı yenilikləri öyrənmək üçün nə etmişdi? Avropaya böyük elçilik göndərmişdi. Qaradəniz sahillərinin ələ keçirilməsi isə 18-ci əsrdir. 1774-1791-ci illərdədir. Bu isə yuxarıdakı şərtləri ödəyir. Cavabımız Y variantı. Davam edək. 5-ci suala baxaq. Uyğun bəndlər. Manna, Atropatena və Albaniya. Asuriya ilə ittifaqda olmasa bu təbii ki Mannadır. Atropatena Albaniyası Asuriyanı görməyib. Quldarlıq münasibətlərinin mövcud olması hər üçü. Paytaxtında Zərdüştlüyün baş məbədinin yerləşməsi Atropatena. Azərbaycanın şimal torpaqlarında Albaniya. Yaddi lüzumlara məruz qalması hər üçü. 1A, 2C, 3D,
4B-Y. Cavab Bakı variantıdır. 6. Göstərilən ABŞ prezidentdən hakimiyyət dövrlərinə aiddir. Bir hakimiyyət illərini yazaq əvvəlcə. Harry Truman 1945-52 və ya 53-cü ilin yanvar 20-sinə qədər. Mən bunu əvvəlki saxlamızı izah eləmişəm bu prosesi. John Kennedy 1960-1963 və yaxud 61-in yanvarın 1-dən, yanvarın 20-sindən 63-ə qədər. Richard Nixon 1968-1974. Karib böhranının baş verməsi 1962 və aiddir John Kennedy'yə. Vyetnam müharibəsinin dayandırılması 1973 və aiddir Richard Nixon'a. Böyük dəyənək. Aha, bu Theodore Roosevelt və burada Theodore Roosevelt yoxdur. Deməli cavab C-dir. Taft-Hartley qanunu bu 1947-dir. Harry Truman. Orta qədər əhvalat 72-də baş versə də 74-də partladı bu məsələ. Richard Nixon. Deməli, burada C variantına aid xüsusiyyət yoxdur. Çünki C Theodore Roosevelt-a aiddir. 7. Səfəvi dövlətinin 17-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Yəni 1651-1700. Volqa-Xəzər ticarət yolunun canlanması. Bəli. Çünki ruslara güzəştli kampaniyalarından, güzəştli şərtlərlə, belə desək, ipəyə daşıma hüququ verdi və Volqa-Xəzər ticarət yolu canlandı. Osmanlı və sülh müqaviləsinin imzalanması 1639-cu ildən tutmuş, bütün 17-ci əsr boyu Səfəvi-Osmanlı müharibəsi yoxdur ki, sülhdə olsun. Kitab çapı üçün Avropadan mətbəə avadanlığından gətirilməz. Təəssüflər olsun ki, bunun üçün cəhd edildi, amma alınmadı. Şah 2. Abbasın hakimiyyətə gəlməsi 1642, axı bu 17-ci əsrin 2-ci yarısına düşmür. Xəzəryanı ərazilərin Rus qoşunları tərəfindən işğal edilməsi 1722-dən başlayacaq 1-ci Pyotrun dövründən. 17-ci əsrdə olan sadəcə ruslarla səfəvilər arasında Şimali Qafqazda olan məsələ idi. Cavab A variantı. Davam edelim. 8. Ardıcılığı müəyyən edin. Osmanlı dövlətlə dostluq əlaqələri qurmağa çalışırdı. 19-cu əsr Azərbaycanın şimalında Rusiya tərəfindən işğal edən ilk xanlığı idi. Söhbətin Gəncədən getdiyini bildiyi artıq. Əsasının Əfşarlar sülaləsi tərəfindən qoyulması. Gəncə Qacar tayfasının ziyadə oğlu nəslidir. Rus işğalından sonra əvvəlki idarə üstünə qoyub saxlamışdır. Xeyr. Tutulan il dərhal ləğv edilmişdir. Gürcüstan müqaviləsinə görə Qacarada qalıb. Xeyr. Rusiyada qalmışdır. Ərazisində bir müddət iki hakimiyyətlik olmuşdur. Bəli. Osmanlı ilə münasibət qurmağa çalışırdı 1750-ci illərdə. İşğal olunmuşdur 1804-də və həmin aralığa Gəncədə iki hakimiyyətlik olması düşür. 1780-1783. Cavab D-dir. Qaldı ki, müqavilə barələri Rusiyanın imarəsinə keçmişdir. Belə bir şey yoxdur. 9. London müqaviləsinin imzalaması ilə baş çatdı. Osmanlı dövləti ədinə daxil olmaqla Avropadakı torpaqlarının müəyyən hissəsini itirdi. Əgər ədindən itiribsə və Londondan baş çatıbsa, bu 1-ci Balkandır. Yox, əgər ədindən geri qaytarıb Buxarestdən baş çatıbsa, bu 2-ci Balkandır. Ona baxaq. 20-ci əsrin 80-ci illəri çox xarakterik deyil. Yəni 1980-1989-a düşməz. Falkland 1982 bu xarakterikdir. SSR qoşunların Əfqanistandan çıxartması 89 yuxarıdakı illərə xarakterikdir. Ruanda qırğınları 94 François Mitterrandın dövründə baş verib. Aha, 90-cı illərdə deməli cavab budur, çünki 80-lərə düşmür. Çernobıl qəzası 86 Ukrayna düşür. ABŞ-da Ulduz müharibəsi 1980-lər düşür. Ronald Reagan dövrü. Cavab C. 11. 20-ci əsrin ilk rübü 1901-1925. Baxaq görək Azərbaycan mədəniyyətində nələr baş verib. 1. Bu 1875-dir. Yanlışdır. İlk universitet 1919 yuxarıdakı ilin şərtini ödəyir.
Milli Opera 1908 ödəyir. İlk bədii film 1916 ödəyir. İrəvan müəllimlər seminarisi 1881 şərt ödənir. Cavabımız 2, 3, 4'dür. 12. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyənləşdirin. Attilanın Romaya hücumu Qərbi Roma İmperatorunun varlığına son qoyulması. Attila Romaya hücum edib 452-ci ildə. Amma Qərbi Romaya 476-da son qoyulmaq. Bu yanlışdır. Bu min xaqan avarları məlumatə uğradıb, birinci yox, ikinci götürkü yaradıb. Bu da yanlışdır. Talas döyüşündə ərəblərin qalib gəlməsi, Çinlilərin Mərsasiyadan geri çəkilməsi. Olsun. Sasani və Göytüklərin Birləşmiş Qüvvələrin hücumu Axuna son qoyması bəli. Ərəblərlə uzun sürən müharibələr və Xəzər xaqanının zəifləməsi bəli. Cavabımız 3, 4, 5'dir. 13. Naxçıvan memarlıq abidələri və Təbriz. Qoşa minarə, bəli, bu Naxçıvandır. 12-ci əsr. Amma dediyim kimi 12-ci əsrdir. Yuxarıda bizdən nə istəyir? 13-14. Deməli, A variantı üzərindən xətt çəkəcəyik. Gülüstan türbəsi Naxçıvandır və 13-14'dür. Əlincə qalası Naxçıvandır, amma 9-cu əsrdir. Əlincə çay üzərində körpü olsaydı 16 olardı. Əlincə çay xanəgah olsaydı 11-12 olardı. Əlişah məscidi bəli 13-14 əsrlər və Təbrizdir. Həşt Təbrizdir, amma 1483'dür. 15-ci əsrdir. Göy məscid Təbrizdir, amma 1465'dir. 15-ci əsrdir. 1B, 2A, variant B. 14. 11-ci əsrin 20-ci illərində ərazisində Oğuz türkləri məskunlaşdı. Söhbət rəvadilərdən gedir. Elə Alparslan da 1065'də ona son qoydu. Rəvadilərin paytaxtı isə əvvəlcə Ərdəbil, hal-hazırda Qələmdən işarələdiyim ərazi, sonra isə Təbriz olmuşdur. 1'in Şamaxı, 2'nin Gəncə, 3'ün Naxçıvan, 4'ün Təbriz, 5'in isə marağı olduğunu bilməkdə fayda var. Cavab D. 15. Qədim Misir və Qədim Hindistan tarixinə aiddir. A. Haradasa bunu Misir üçün götürmək olar. 4-3-cü minlik. Hindistanda isə bu eramızdan və 3-cü əsrdir. Romanın əyalətlə çevrilməsi bunu Misir üçün xarakterizə etmək olar. Hindistan Roma tərəfindən tutulmayıb. Hieroglif yazı bunu Misir üçün xarakterizə etmək olar. Hindistanda özünə məxsus əlifba olub. D. Bunu Hindistan üçün keçərli saymaq olar. Misir üçün yox. Cavab Y. Bəli. İskəndər həm Misrə, həm də Hindistana yürüş edibdir. Davam edək. 20-ci əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycan tarixinə aid ümumi cəhət milli azadlıq hərəkatının baş verməsi tamamilə doğrudur. Azərbaycan xalq cümhuriyyətinin yaranmasına qədər məsafə, baş verənlər və Cənubi Azərbaycanda 1917-20. Cavab A variantıdır. İlk teatr binası bu yanlışdır. Çünki bu Şimali Azərbaycanda 1883'dür. Cənubi Azərbaycanda isə 1916. Cənubi Azərbaycan baxımdan ödəyir, amma Şimali Azərbaycan baxımdan xeyr. Hərbi vergi alınması. Cənubda belə bir vergi yoxdur. Çünki Qacarlar bizimkiləri müharibə aparır. Bu Şimali Azərbaycanda və 1887'dir. İlk fəhlə tətillərinin baş verməsi. Axı 19-cu əsrdən fəhlə tətilləri var. Rusiyanın müstəmləkəsinə çevrilməsi. Şimali Azərbaycan 1828. Cənubi Azərbaycan isə heç vaxt Rusiyanın müstəmləkəsi olmayıb. Olsa iqtisadi cəhətdən asılı olub onun yarım müstəmləkəsinə çevrilə bilər. Variant A. 17. Azərbaycan Respublikasının 21-ci əsr tarixinə aid deyil. Ərazi bütövlüyümüzün bərpa edilməsində onunla mübarizə aparmışıq, bəli, və uğur qazandıq. 2020 və digər müharibələr. Asiya və Avropa birləşdirən nəqliyyat yolunun istifadəyə verilməsi. Bu yəqin ki, Bakı Tbilisi Ceyhan nəzərdə tutub, daha doğrusu Bakı Tbilisi Qarsı nəzərdə tutub. 2017 düşür 21-ci əsrə. Beynəlxalq təşkilatlara, məsələn 21-ci əsrdə Avropa Şurasının üzvü olmuşuq. Qoşulmama hərəkatının üzvü olmuşuq.
Bakı Tbilisi Ceyhan boru kəmərinin çəkilməsi ilə bağlı saziş bu 1999-dur. Və bu 20-ci əsrdir. 20-ci əsr deyil, cavab deyilir. Qaldı ki, Qarabağda suverenliyin tamamilə təmin edilməsi bu 2023-ün bir günlük adi teorem nəticəsindədir. 18. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü və 5-ci hökumət. Yazaq. 4-cü hökumət 1919-un aprelindən 1919-un dekabrına qədər. 5-ci hökumət isə 1919-un dekabrından 1920-nin 30 martına qədər. Qonşu dövlətlərlə müqavilə imzalanması. Bu düzgün cəhətdir. Çünki 4-cü hökumət dövründə 1919-un iyunu düşür Gürcüstanla. 1920-nin 21 martı İranla. Cavab A'dır. Ağır məsələ ümumiyyətlə həll edə bilmədik. C. Bu başdan başa 4-cü respublikaya aiddir. 19 may-avqust aralığı. Rusiya ilə münasibətlərin qaydaya salınması təəssüf ki, Rusiya biz özünə yaxın buraxmır. Müəssisə seçkiləri isə keçirə bilmədik. Cavab A. 19. Qazan xan islahatları nəticəsində A səhvdir. Bu adam köçəri Monqoliyanlarını sındırıb. B səhvdir. Onun dövründə əhalinin vəziyyəti nisbətən yaxşılaşır. C səhvdir. Biz bunu nadir və əlahiyyətdən xərclə görürük. D səhvdir. Adam yerli feodallara hörmət edib. Köçərləri sıxışdırıb. Cavab Y-dir. Bəli, onun dövründə mərkəzi hakimiyyət möhkəmlənmişdir. 20. Eramızdan əvvəl 3-cü əsrdə Romada bütün vətəndaşlar qanun qarşısında bərabər idi. Bəli, bu eramızdan əvvəl 3-cü əsrdir. Padşah hakimiyyətinə son qoyuldu. Bu eramızdan əvvəl 509-dur. Bu 6-cı əsrdir. Plebeylər xalq tribunu seçmək hüququ qazandı. Eramızdan əvvəl 5. Bütün İtaliyanın, bəli, birinci öz ərazisinin işğalı var. Çatı bütün İtaliya sonra qarağa keçdi. Eramızdan əvvəl 3-cü əsr. Gladiator eramızdan əvvəl 3-cü əsr. 1-4-5, yəni variant D. 21. 15-ci yüzyılın sonlarında vahid dövlət halında birləşdirməsi başlanmışdır. Reformasiya nəticəsində katoliklərlə yanaşı Kalvinizm də rəsmiləşmişdir. Aha. Birinci cümlə bizə hər şey deməsə də, amma ikinci cümlə artıq deyir ki, mən Fransayam. Götür məni. Doğrudan da Fransanın vahidləşməsi və mərkəzləşməsi 12-ci əsrdə başlamış. 15-ci əsrdə 100 illik müharibədən sonra 11-ci Ludovikin dövründə baş çatmışdır. 1517-ci ildə Almaniyada başlayan reformasiya Fransiyada sınamış və 16-cı əsrin sonlarında katoliklərlə yanaşı Kalvinizm də rəsmiləşmişdir. Cavab C. Fransa. 22. Albaniyanın 4-cü əsrin 2-ci yarısı və 7-ci əsrin 1-ci yarısı tarixinə aid oxşarlıq. Yəni 351, 400, 7-ci əsrin 1-ci yarısı. 601, 650. Paytaxtın köçürülməsi. Heç birisində paytaxtın köçürülməsinin şahidi olmaq. Yeni dinin qəbul edilməsi. Bu bir dəfə qəbul olunub 313-də. Daxili müstəqilliyə son qoyulması. Ən tez daxili müstəqilliyə son qoyulmasını biz 463 görürük. Əslində birinci Şapur da müəyyən qədər onu sıxışdırır. Hakimiyyətə yeni sülalə. 7-ci əsrin 1-ci yarısı baxımından Mehranilər, amma 4-cü əsrin 2-ci yarısında yoxdur. Sasani imperiyasıyla birgə qonşu dövlətlərin hücumuna qarşı mübarizə. Bəli. Məsələn, 359 Amid. Düşürmü? Düşür. Məsələn, ərəblərə qarşı Kadisiya Ktesilan döyüş. Düşürmü? Düşür. Cavab Y. 23. Dehli Sultanı Şəmsəddin Eylutmuşun xarici siyasətinə aiddir. Monqol hücumuna qarşı mübarizə məhz onun dövründə aparılmağa başlanıb. Zəmindarların əlindən torpaqların alınması. Belə bir şey Şəmsəddin Eylutmuşda yoxdur. Abbasi xəlifəsi dostluq əlaqələri saxlamışdı, bəli. Bütün Hindistanı öz hakimiyyəti altında birləşmişdi. Bu Dehli Sultanı əlaqədən xələlcidir. Teymurilər dövlətlə müttəfiq, bu adam 13-cü əsrdə hakimiyyətdə olub. Teymurilər isə 1370-də yaranıb. Bir-birlərini faktiki görməyiblər. Cavab 1, 3-dür. 24.
Azərbaycana türk tayfalarının ikinci böyük kütləvi axınların nəticəsində mənəvi birlik və vahid ənənələr formalaşdı. İkinci axın yeri gəlmişkən Sasanilər dövründədir. Təxminən 3-7-ci əsr. Mənəvi birlik və vahid adət-ənənələr formalaşmışdı. Dil birliyi yarandı, bəli. Sasanilər dövründə baş verən bu köçlər nəticəsində dil birliyi yarandı. Vahid xalqın yaranması prosesi sürətlənir. Tam-tamına ərəblərin dövründə başlatacaq. Oğuz türkləri bu axında qısa da olsa gəliblər, az saylı. Amma sırf onların başlıca etnik və siyasi qüvvəyə çevrilməsi Səlcuqların dönəmidir. 2-3. 25. Göstərilən ərazi Füzuli. Birinci Qarabağ müharibəsi dövründə ərazinin bir hissəsi işğaldan azad olunub, bəli. 1994-cü ildə. İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən ilk infrastruktur layihəsi buradadır. Xeyr, o Laçındadır. Laçın isə buradadır. Ərazidə Xudafərin körpüsü. Xeyr, Xudafərin Cəbrayıldadır. Yəni buradadır. İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi. Xeyr, bu Cəbrayıldır. Cəbrayıl isə az öncə işarələdiyim yerdədir. Yəni buradadır. Ərazisində Qarabağın hava qapısı, bəli, 2021-də aeroport, hava limanı istənilən hava gəmisini qarşılamağa hazırdır. Deməli, cavab 1-5-dir. 26-ya baxaq. Azərbaycan telestudiyasının fəaliyyətə başlaması 1956. Dünyada ilk dəfə olaraq açıq dənizdən neft çıxarmağa başlanması 1949. Bakı metropoliten istifadə verilməsi isə 1967-dir. Cavabımız 2, 1, 3-dür. 27. Səfəvi dövlətində şahdan sonra ikinci nüfuzlu şəxs. Gərək ki, yuxarıda bir əsr yazaydılar. Bu vəkildir. Vəqf əmlakını idarə edirdi. Təbii ki, vəqf əmlakını kim idarə edəcək? Sədr idarə edəcək. Dini işlərə baxır. Maliyyə məsələlərində Azərbaycanda demək olar ki, 99% hallarda vəzirlər idarə ediblər. 1B, 2D, 3Y. Hacib Qapçı Əmrəli Marəsi ordu komandiri idi. Davam edeyim. Situasiya antik dövrün ən məşhur simalarından biri kimi o aydın məsələt söhbət Perikldan gedir. Yunanlıda mövcud olmuş və mənbədə verilməyən iki idarəetmə formasını yazın. Yunanlıda vəziyyət belədir də, əsas Afina baxımından deyək. Eramızdan əvvəl 8-7-ci əsrlərdə ölkə başdan başa oliqarxiyadır. Ölkəni faktiki idarə edir kimlər? Aristokratlar. Sonra Demos çox hüquqsuz vəziyyətə düşdüyünə görə daha da aqressivləşirdilər və artıq Demos aristokratları hədələyirdi ki, müharibəyə getməyəcəyik. Buna görə eramızdan əvvəl 6-cı əsrin əvvəllərində hamımıza məşhur olan 594-də Salon islahatı keçirdi. Salon müəyyən qərarlar versə də, demokratiyanın ilkin qığıncamlarını yaratsa da, amma nə vəzifə verə bilmir, nə kəndlərə torpaq vermir. Sadəcə o kəndlərin vergi borcları ləğv olunur. Onlara belə deyim, azad kişilərə vətəndaş hüququ verilir və xalq yığıncağında iştirak etmək hüququ verilir. Demos çox şey istəsə, Salon onu verə bilmir və aristokratlar Demosun bu istəklərini görüb eramızdan əvvəl 6-cı əsrin ortalarında tiraniya yaradırlar. Tək başına hakimiyyət. Sanki Demosa deyirlər ki, artıq siz ağ elədiniz. Biz sizə lazım olduğundan çox şey verdik. Amma xalqın ağzı bir dəfə bala batmışdı 6-cı əsrdə. Ona görə xalq artıq tiraniyanı da qəbul etmək istəmədi. 6-cı əsrin sonlarında tiraniyanı devirib demokratik bir sistem
yaratdılar. Quldalıq demokratiyasını demək olar ki, yaratdılar. Quldalıq demokratiyasının çiçəklənmə dövrü isə eramızdan və 5-ci əsr periklə aiddir. Bax belə. Deməli, 2 dənəli idarə etmə sistemi mən buradan verdim. Oliqarxiya və tiraniya. Bax belə. Xalq ümumiyyətlə xalq həmişə yeniliyi istəyir. Orada Afina dərsini oxuyanda fikir versəniz, əvvəl salon dəstəklənir, sonra tiraniya qoluşu dəstəklənir, sonra demokratiya qoluşu dəstəklənir. Sadə xalq həmişə açıqdır yeniliklərə. Bəhs ona tarixi şəxsiyyətin fəaliyyətinə aid mənbədə verilməmiş 2 tədbir yazın. Onun haqqında çox tədbir yazmaq olar. Məsələn, adamın hakimiyyət illəri 443-428-dirsə, bir ildən bir seçilirdi hər il. 15 il daha seçildi, çünki statik vəzifəsi 1 il ola bilər. Adam məsələn eramızdan əvvəl 431-ci ildə Sparta ilə savaşa başlayıb. Adam yoxsullara vəzifə tutmaq hüququ verib. Eyni zamanda onlara da əmək haqqı veribdir. Bundan başqa taxıl və pul da paylayıb. Bax belə mənim əzizlərim. İnşallah ki, diqqətimizdən qaçan bir məqam olmadı. Nəsə bir şey nəzərimizdən qaçarsa, rəy bölməmizdə yazmağınızı rica edirik. Sağ olun, var olun. Allah'a emanet olun.